Hələ də başa düşə bilmirəm ki, zaman keçdikcə niyə görə tərəvəzlərin və meyvələrin dadı belə ləzzətsiz olur. Başıma gələn bu şirin hadisəni sizlərlə danışmaq istirdim. Bəlkə də başıma gəlməsəydi belə ləzzətli piroq hazırlamayacaq. Keçən dəfə getdim bazara, orada belə ləzzətli, gözəl görünən çiyələklər aldım. Hələ satıcıdan soruşdum ki, həqiqətən də ləzzətlidir. Mənə dedi ki, istəyirsənsə götür birinin dadına bax, çox ləzzətlidir. Dedim yox, çox sağ olun. Siz deyirsinizsə, deməli ləzzətlidir. Bir yeşik aldım, gətirdim evə. İnanın ki, çiyələklərdə dad deyə bir şey yoxdur. Sadəcə görüntü olaraq çiyələkdir. Mən də gətirdim, belə gözəl bir tort hazırladım. Çiyələklərdən cem hazırladım. Tortun kremi olaraq istədim onu kəsmi ilə qarışdırım. 5 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu, 1 paket vanil, 1 paket qabartma, 1 çay qaşığı çiyələk siropu və 1 stəkan yarım un əlavə edib qarışdırdım. Öncədən isidilmiş 180 dərəcə sobada bişirdim. Keks soydu və arasına belə kəsmili həmin o cemi qarışdırdım. Çox ləzzətli olur. Bir növ çiyələkli islaq kek düşünün. Üzərinə də həmin kəsmili qarışımdan tökdüm. Çiyələk sosu ilə belə bəzədim. Həmin o dadına doyulmaz çiyələkləri də üzərinə əlavə elədim. Amma nəticə olaraq onu deyim ki, çox ləzzətli bir piroq alındı. İstəsəz buna piroq deyin, istəsəz tort deyin. Tam olaraq krem olmadığı üçün mən buna tort demədim. Nuş olsun, göz haqqınızı hal edin. Nə qədər ki çiyələyin mövsümüdür, mütləq bunu hazırlayın. Açıqlama bölümündən resepti qeyd eləyəcəm. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.